Bir hökmdar öz xalqı aclıq içində yaşayarkən tarixdəki ən bahalı ziyafəti təşkil edir. Bu sadəcə bir bayram deyildi. Bu 2500 illik imperiyanın yenidən doğulduğunu sübut etmək cəhdi idi. Və İran şahı Məhəmməd Rza Pəhləvi bu tədbirlə özünü böyük kirin davamçısı kimi göstərmək, İranı isə dünyanın qarşısında qədim və əzəmətli bir güc kimi təqdim etmək istirdi. Amma o bir şey anlamırdı. Bu qədər dəbdəbə, bu qədər nümayiş və bu qədər uzaqlaşma sonda təkcə dünyanı yox, öz xalqını da ona qarşı çevirəcəkdi. Və məhz elə həmin gecə səhranın ortasında qurulan o nağıl şəhəri əslində bir imperiyanın sonunun başlanğıcı olacaqdı. ...1970-ci illərin əvvəllərində İran zahirdən baxanda sürətlə inkişaf edən, neft pulları ilə zənginləşən və beynəlxalq arenada getdikcə daha çox diqqət çəkən bir ölkə kimi görünürdü. Amma bu görüntünün arxasında tamam fərqli bir reallıq gizlənirdi. Və bu reallıq təkcə iqtisadi problemlərlə məhdudlaşmırdı. O, eyni zamanda sosial parçalanma, siyasi təzyiq və cəmiyyətin daxilində yığılan narazılıqla dolu idi. Xüsusilə də nəzərə alsaq ki, həmin dövrdə ölkə əhalisinin təxminən yarısı yoxsulluq həddinin altında yaşayırdı və bu rəsmi inkişaf görüntüsü ilə açıq ziddiyyət təşkil edirdi. Şah Məhəmməd Rza Pəhləvi uzun illər idi hakimiyyətdə idi və onun gücü təkcə daxili idarəçilikdən yox, həm də xarici siyasi dəstəklərdən qaynaqlanırdı. Çünki o hakimiyyətə gəldiyi ilk gündən etibarən böyük dövlətlərin təsiri altında formalaşmış bir sistemin içində idi və xüsusilə 1953-cü ildə ABŞ və Böyük Britaniyanın dəstəyi ilə həyata keçirilən çevrilişdən sonra onun hakimiyyəti faktiki olaraq mütləq xarakter almışdı. Bu isə o deməkdir ki, ölkədə baş verən hər bir uğurun da, hər bir problemin də birbaşa məsuliyyəti onun üzərinə düşürdü. Və o artıq təkcə şah deyil, 1967-ci ildə özünü rəsmi olaraq Şahənşah, yəni kralların kralı elan etmiş bir hökmdar idi. Az canib mən Şahənşah İran. O özünü sadəcə bir lider kimi yox, tarix yazan bir hökmdar kimi görürdü və bu baxış onun bütün qərarlarına təsir edirdi. Çünki onun məqsədi İranı təkcə inkişaf etdirmək yox, onu dünyanın ən güclü və ən müasir dövlətlərindən birinə çevirmək idi. Lakin bu prosesdə ən vacib şeyi, reallığı getdikcə daha çox itirməyə başlayırdı və həyata keçirdiyi ağ inqilab islahatları çərçivəsində torpaq bölgüsü, qadınlara səs vermə hüququ, yeni məktəblərin açılması kimi addımlar atılsa da, bu dəyişikliklər cəmiyyətin bütün təbəqələrində eyni şəkildə qəbul olunmurdu. İran neftdən gələn böyük gəlirlər hesabına sürətlə dəyişirdi və zahirdə bu dəyişiklik təsir edici görünürdü. Çünki yeni zavodlar tikilir, şəhərlər genişlərin, infrastruktur layihələri həyata keçirilirdi. Amma bu inkişafın daxili strukturu demək olar ki, yox idi və nəticədə qəribə bir paradoks yaranmışdı. Ölkədə müasir tikililər var idi, amma onları işlədəcək ixtisaslı kadrlar yox idi. Zavodlar var idi, amma nə işçi qüvvəsi var idi, nə də məhsulu alacaq bazar mövcud idi. Və bütün bunlar iqtisadiyyatı inkişaf etdirmək əvəzinə onu daha da qeyri-sabit hala gətirirdi. Bu vəziyyət isə sadəcə iqtisadi problem deyil, çünki onun təsiri cəmiyyətin bütün təbəqələrinə yayılırdı və xüsusilə də kənd yerlərində yaşayan insanlar üçün bu inkişaf demək olar ki, heç nəyi dəyişmirdi. Onlar hələ də yoxsulluq içində yaşayır, bəzən içməli suya belə çıxış tapa bilmirdilər. Şəhərlərə köçən insanlar isə plansız urbanizasiya nəticəsində palçıqdan tikilmiş daxmalarda məskunlaşmağa məcbur qalırdı. Və bu mənzərə ilə televiziyalarda göstərilən müasir İran görüntüsü arasında uçurum getdikcə daha da dərinləşirdi. Bu uçurumun digər tərəfində isə şahın qurduğu sistem dayanırdı. Və bu sistem yalnız iqtisadi deyil, eyni zamanda siyasi nəzarət üzərində qurulmuşdu. Çünki ölkədə fərqli fikir demək olar ki, mövcud deyildi. Və bu vəziyyəti qorumaq üçün xüsusi xidmət orqanı,
SAVAK var idi. SAVAK 1957-ci ildə ABŞ və İsrailin dəstəyi ilə yaradılmış və əsas məqsədi rejimə qarşı olan istənilən fikri erkən mərhələdə aşkar edib zərərləşdirmək olan bir struktur idi. 10 minlərlə informator vasitəsilə cəmiyyətin hər təbəqəsinə nəzarət edir, minlərlə siyasi məhbusun saxlanıldığı bir mühit yaradır və ən kiçik narazılığı belə erkən mərhələdə boğurdu. Bu isə o demək idi ki, ölkədə zahiri sakitlik qorunurdu, amma bu sakitlik real sabitlik yox, qorxu üzərində qurulmuş bir tarazlıq idi. SAVAK 1979-cu ildə İran inqilabından sonra ləğv edildi və onun yerində zamanla bugün adını daha çox eşitdiyimiz başqa bir struktur, Sepah formalaşdı və funksiyalarına baxanda bu iki sistem arasında müəyyən oxşarlıqlar görmək mümkündür. Çünki biri şahın hakimiyyətini qoruyurdu, digəri isə dini ideologiya üzərində qurulmuş sistemi qoruyur. Fərq ondadır ki, SAVAK daha çox gizli nəzarət və qorxu üzərində işləyən bir aparat idi. Lakin bütün bunların fonunda cəmiyyət daxilində yığılan gərginlik artıq elə bir həddə çatmışdı ki, ən kiçik səbəb belə onu partlada bilərdi və insanlar problemlərin kökünü daha açıq görməyə başlayırdı. Bu narazılıqlar isə təkcə iqtisadi deyil, eyni zamanda dini və sosial müstəvidə də özünü göstərirdi. Xüsusilə şiə din xadimləri şahın siyasətini açıq şəkildə tənqid edir və bu tənqid getdikcə daha geniş kütlələr tərəfindən dəstəklənirdi. Bu narazılıqların mərkəzində isə Ruhullah Xomeyni dayanırdı və o təkcə dini lider kimi yox, həm də xalqın narazılığının simvoluna çevrilirdi. Çünki onun çıxışları insanların hiss etdiyini açıq şəkildə ifadə edir və bu isə onu getdikcə daha təhlükəli bir fiqura çevirirdi. Amma bütün bunların fonunda şah tamam başqa bir istiqamətdə düşünürdü və onun üçün əsas problemlər nə yoxsulluq idi, nə də sosial gərginlik, nə də siyasi narazılıq. Çünki o hesab edirdi ki, bu problemlərin kökü insanların öz ölkələri ilə fəxr etməməsidir. Və əgər o bu fəxr hissini yarada bilsə, bütün digər problemlər öz-özünə həll olunacaq. Məhz buna görə o tarixi bir qərar verdi. Və bu qərar ilk baxışdan sadəcə bir bayram kimi görünə bilərdi, amma əslində onun arxasında çox böyük bir ideya dayanırdı. Çünki şah 2500 illik Persiya imperiyasının yubileyini elə bir səviyyədə qeyd etmək istirdi ki, bu tədbir təkcə İranın yox, bütün dünyanın yaddaşında qalsın. Və bu tədbir vasitəsilə o özünü tarixdə böyük Kir kimi hökmdarla eyni səviyyədə göstərmək niyyətində idi. Amma məhz bu qərar, yəni reallıqdan bu qədər uzaqlaşaraq simvolik bir güc nümayişdə fokuslanmaq, hadisələrin istiqamətini dəyişən əsas nöqtəyə çevriləcəkdir. Və bu dəyişikliklər təkcə bir tədbirin taleyini yox, bütöv bir rejimin gələcəyini müəyyən edəcəkdir. Şahın verdiyi qərar artıq geri dönməz idi və bu qərarın həyata keçirilməsi üçün görülən hazırlıqlar ilk andan etibarən adi dövlət tədbiri çərçivəsini aşaraq sanki reallıqdan qopmuş, yalnız təsir bağışlamağa xidmət edən nəhəng bir layihəyə çevrildi. Çünki məqsəd sadəcə bir yubileyi qeyd etmək deyildi. Bütöv bir sivilizasiyanın gücünü səhranın ortasında yenidən yaratmaq idi. Və bu layihə sonradan təxminən 10 milyonlarla, bəzi hesablamalara görə isə 100 milyonlarla dollara başa gələcəkdir. İlkin olaraq tədbirin şəhərdə keçirilməsi planlaşdırılsa da mövcud otellərin səviyyəsi bu tədbirin miqyasına uyğun hesab edilmədi və məhz bundan sonra səhranın ortasında tamamilə yeni bir məkan yaratmaq qərarı verildi. Bu məqsədlə seçilən məkan qədim Persiyanın paytaxtı olmuş Persepolis, həm simvolik, həm də strateji baxımdan ideal görünürdü. Lakin problem ondadır ki, bu ərazi faktiki olaraq boş, quru və infrastrukturdan tamamilə məhrum bir səhradan ibarət idi. Və bu isə o demək idi ki, orada keçiriləcək hər bir tədbir üçün lazım olan hər şey sıfırdan qurulmalı idi. Və bu prosesin miqyası o qədər böyük idi ki, yaxınlıqdakı Şiraz şəhərində yeni yollar, genişləndirilmiş aeroport və xüsusi logistika xətləri qurulmadan bu layihəni həyata keçirmək mümkün deyildi. Məhz bu nöqtədən sonra layihə artıq adi məntiq çərçivəsindən çıxmağa başladı. Çünki təşkilatçılar səhranın ortasında sadəcə bir tədbir məkanı yox, tam funksional, lüks və eyni zamanda estetik baxımdan qüsursuz bir şəhər qurmaq qərarına gəldilər. Və bu şəhər qonaqların gözündə İranın ideal obrazını əks etdirməli idi. Nəticədə təxminən 65 hektarlıq ərazidə qurulan bu kompleks öz miqyasına görə müvəqqəti tədbirdən çox daimi yaşayış zonasını xatırladırdı. İlk addımlardan biri ətraf mühitin təmizlənməsi oldu və bu proses
o qədər radikal şəkildə həyata keçirildi ki, Persepolisin ətrafında təxminən 30 kilometrlik ərazi güclü kimyəvi maddələrlə işlənərək ilanlar, əqrəblər və hər hansı təhlükə yarada biləcək canlılardan tamamilə təmizləndi. Çünki belə bir tədbirdə ən kiçik təsadüfi hadisə belə yaradılan perfekt illüziyanı poza bilərdi. Bundan sonra isə qəribə və eyni zamanda daha təsirli bir mərhələ başladı. Çünki səhranın ortasında təbiət yaratmaq qərarı verildi və bunun üçün Avropadan təxminən 15.000 müxtəlif ağac gətirildi. Bu ağaclar xüsusi nəqliyyat vasitəsilə daşınaraq quraq torpağa əkilirdi və beləliklə qısa müddət ərzində orada süni bir yaşayış zonası formalaşdırdı. Halbuki bu ölkənin özündə su çatışmamazlığı mövcud idi. Amma bununla kifayətlənmədilər. Çünki bu mənzərənin daha canlı görünməsi üçün Avropadan 10 minlərlə quş, o cümlədən təxminən 50.000 müxtəlif növ quş və əlavə olaraq minlərlə sərçə gətirildi. Və bu quşlar həmin əraziyə buraxıldı ki, qonaqlar səhranın ortasında deyil, sanki canlı, nəfəs alan bir bağın içində olduqlarını hiss etsinlər. Lakin iqlim şəraiti bu canlılar üçün uyğun olmadığından onların böyük hissəsinin qısa müddət ərzində məhv olacağı əvvəlcədən məlum idi. Və buna baxmayaraq bu plan dəyişdirilmədi. Çünki məqsəd davamlılıq yox, təəssürat idi. Bu süni cənnətin qurulması ilə paralel olaraq daha da qeyri-adi addımlar atıldı. Çünki səhraya əlavə olaraq tonlarla münbit torpaq gətirildi və bu torpaq üzərində məşhur fransız floristlər tərəfindən xüsusi bağlar salındı. Nəticədə quraq və sərt bir landşaft ortasında sanki Versal bağlarını xatırladan bir mühit yaradıldı. Bu şəhərin mərkəzində isə qonaqlar üçün nəzərdə tutulmuş xüsusi yaşayış zonası quruldu və zahirdə bu məkan çadırlardan ibarət kimi görünsə də, əslində hər bir çadır tam təchiz olunmuş lüks yaşayış sahəsi idi. Burada yataq otaqları, qonaq otaqları, hamamlar, şəxsi xidmətçilər üçün ayrıca bölmələr mövcud idi və bütün bu məkanlar dövrün ən müasir texnologiyalarla təmin olunmuşdu. Nəticədə təxminən 50 belə lüks çadır qonaqlar üçün hazırlanmışdı və onların hər biri 24 saat xidmət göstərən personel ilə təmin olunmuşdu. Bu süni şəhərdə qonaqlar üçün təkcə yaşayış yerləri yox, eyni zamanda golf sahəsi, gözəllik salonu, xüsusi klublar və hətta qiymətli əşyalarının saxlanılması üçün ayrıca bunker də nəzərdə tutulmuşdu. Bu layihənin dizaynı isə təsadüfi insanlara həvalə edilməmişdi. Çünki şah bu tədbirin hər detalının yüksək səviyyədə olmasını istəyirdi və buna görə də məşhur Paris dizayneri Mason Jensen bu layihəyə cəlb olundu. Yüzlərlə dizayner və memar aylarla bu şəhərin planını hazırladı və nəticədə ortaya çıxan mənzərə sanki real həyatla dekorasiya arasında bir yerdə yerləşirdi. Çadırlar mərkəzdə fəvvarənin ətrafında ulduz formasında düzülmüşdü və bu kompozisiya təkcə estetik yox, eyni zamanda simvolik idi. Çünki bu düzülüş müxtəlif qitələri təmsil edirdi və İranın dünya ilə əlaqəsini vizual olaraq göstərirdi. Bu isə bir daha sübut edirdi ki, bu tədbirin hər bir detalı sadəcə rahatlıq üçün yox, mesaj vermək üçün düşünülmüşdü. Lakin bu şəhərin ən təsirli hissələrindən biri yaşayış və ya dekorasiya deyil, məhz yemək məsələsi idi. Çünki şah bu sahədə də kompromisə getmək istəmirdi və nəticədə bu iş dövrün ən məşhur restoranlarından biri olan Parisdəki Maxim restoranına həvalə olundu. Bir restoran hətta öz fəaliyyətini müvəqqəti olaraq dayandıraraq bütün heyəti ilə birlikdə İrana köçdü və bu artıq bu tədbirin geniş miqyasını açıq şəkildə göstərirdi. Bu ziyafət üçün hazırlanan ərzaq miqdarı isə artıq real ehtiyacdan çox uzaq idi və daha çox nümayiş xarakteri daşıyırdı. Çünki ümumilikdə təxminən 18 ton müxtəlif məhsul, o cümlədən bir neçə ton mal və quzu əti, 100 minlərlə, konkret olaraq təxminən 360 min yumurta, minlərlə şüşə şərab və digər məhsullar Avropadan gətirilir. Hətta bu məhsulun saxlanılması üçün böyük buz blokları belə xüsusi olaraq səhraya daşınırdı. Və bu buz bloklarının hər biri demək olar ki, kiçik bir qaraj ölçüsündə idi. Bu arada təhlükəsizlik məsələsi də paralel şəkildə maksimum səviyyəyə qaldırılmışdı. Çünki belə bir tədbirdə onlarla dövlət başçısının iştirakı planlaşdırılırdı və bu isə o demək idi ki, hər hansı təhlükə ehtimalı sıfıra endirilməli idi. Nəticədə təxminən 65 min təhlükəsizlik əməkdaşı cəlb olundu. Ölkə sərhədləri müvəqqəti olaraq bağlandı, universitetlər fəaliyyətini dayandırdı və potensial risk hesab edilən şəxslər əvvəlcədən nəzarət altına alındı. Bu tədbirin hazırlanması təkcə fiziki infrastrukturla məhdudlaşmırdı. Çünki şah eyni zamanda onun qlobal səviyyədə necə qəbul ediləcəyini də
düşünürdü və buna görə də beynəlxalq media ilə əməkdaşlıq quruldu. Canlı yayın planları hazırlandı, sənədli film çəkilişi təşkil edildi və bu film sonradan Persiyanın alovu kimi təqdim edilərək dünya kinoteatrlarında nümayiş etdirildi. Beləliklə səhranın ortasında qurulan bu süni dünya artıq hazır idi və hər şey o qədər dəqiq planlaşdırılmışdı ki, sanki burada təsadüf üçün heç bir yer qalmamışdı. Amma məhz bu mükəmməllik illüziyası içində ən böyük problem gizlənirdi. Çünki bu layihə nə qədər möhtəşəm görünürdüsə, bir o qədər də reallıqdan uzaq idi və bu uzaqlıq artıq təhlükəli həddə çatmağa başlayırdı. Hazırlıqlar tamamlandıqdan sonra artıq hər şey bir nöqtəyə doğru irəliləyirdi və 1971-ci ilin oktyabrında səhranın ortasında qurulan bu süni dünya ilk qonaqlarını qəbul etməyə başladı. Bir-birinin ardınca enən təyyarələr, Şiraz aeroportunu toplaşan jurnalistlər və hər dəqiqə daha da böyüyən bu hadisə hissi artıq göstərirdi ki, sadəcə bir dövlət tədbiri deyil, tarixə düşmək üçün hazırlanmış bir səhnə idi. Dünyanın müxtəlif köşələrindən gələn dövlət başçıları, krallar, şahzadələr və prezidentlər bu tədbirdə iştirak etmək üçün İrana axışırdı və ümumilikdə 65 ölkənin liderləri burada toplanmışdı. Bu isə o dövr üçün misli görünməmiş bir diplomatik toplaşma idi. Çünki soyuq müharibənin ən gərgin illərində belə bir tədbirdə həm Qərb, həm də Şərq blokunun nümayəndələrinin eyni masa arxasında əyləşməsi artıq özü-özlüyündə siyasi mesaj daşıyırdı. Və bu qonaqlar arasında imperatorlar, Avropa monarxları, ərəb şeyxləri, həmin dövrün ən tanınmış siyasi fiqurları, məsələn, ABŞ-nin vitse-prezident Spiro Agnew təmsil edirdi. SSR-dən isə Nikolay Podgorny iştirak edirdi. Böyük Britaniyanın isə şəxsən kraliçə yox, onun həyat yoldaşı Şahzadə Filip təmsil edirdi. Bu isə tədbirin nə qədər yüksək səviyyəli olduğunu göstərirdi. Qonaqlar Şirazdan Persepolisə 250 ədəd xüsusi limuzinlə daşınırdı və bu yol boyunca qurulan meşələr, işıqlandırma və dekorasiyalar sanki onları başqa bir reallığa aparırdı. Çünki bu yolun sonunda onları gözləyən mənzərə real İran deyil, şahın yaratmaq istədiyi İran idi və bu fərq artıq ilk baxışdan hiss olunurdu. Qonaqlar bu qızıl şəhərə daxil olduqda isə qarşılarında tamamilə qeyri-adi bir mənzərə açılırdı. Çünki səhranın ortasında qurulmuş bu kompleks həm dəbdəbəsi, həm də detal zənginliyi ilə onları heyrətləndirirdi. Hər bir çadırın içində onları xüsusi hazırlanmış interyer, xidmətçilər, yeməklər və sürprizlər qarşılayırdı və bu mühit sanki real həyatla teatr dekorasiyası arasında qəribə bir balans yaradırdı. Ziyafətin əsas mərhələsi başladıqda isə artıq bu tədbir öz pik nöqtəsinə çatdı. Çünki qonaqlar uzun, nəhəng masalar arxasında əyləşir, müxtəlif ölkələrin liderləri, monarxlar və siyasi fiqurlar eyni məkanda, eyni süfrə arxasında toplanır və bu süfrənin uzunluğu təxminən 70 metrə çatırdı. Bu isə tarixdə nadir hallarda baş verən bir anı əks etdirirdi. Lakin bu birlik görüntüsünün arxasında yenə də böyük bir paradoks gizlənirdi. Ziyafət başlamazdan əvvəl isə belə bir səhnə yaranmışdı ki, bu səhnə baş verənlərin absurd miqyasını daha açıq şəkildə göstərirdi. Çünki protokola uyğun olaraq monarxlar və imperatorlar bir tərəfdə, prezidentlər və digər seçkili liderlər isə başqa tərəfdə növbəyə düzülmüşdü. Və bu iki fərqli növbə sanki orta əsrlərlə müasir dünyanın eyni məkanda toqquşduğunu simvolizə edirdi. Süfrələrdə təqdim olunan yeməklər sadəcə qida deyildi. Onlar bir nümayiş idi. Çünki bu menyu dünyanın ən seçilmiş mətbəxlərindən hazırlanmış, ən bahalı məhsullarla tərtib edilmiş və qonaqları heyrətləndirmək üçün xüsusi dizayn olunmuşdu. Minlərlə şüşə şərab açılır, minlərlə butulka Bordo və Burqundiya şərabları, köhnə fransız konyakları təqdim olunurdu və bütün bunlar İran kimi dərin dini ənənələrə malik olan bir ölkənin sosial reallığı ilə açıq şəkildə ziddiyyət təşkil edirdi. Ziyafətdə təxminən 6 saat boyunca yeməklər təqdim olunur, tostlar deyilir, çıxışlar edilir və bütün bu proses ərzində sanki bir şey məqsədi şəkildə göstərilirdi. Güc, zənginlik və nəzarət. Amma məhz bu nümayiş
Yəni hər şeyin bu qədər açıq və bu qədər şişirdilmiş formada təqdim olunması artıq təsir bağışlamaqdan çox suallar doğurmağa başlayırdı. Bu möhtəşəm şam yeməyindən sonra qonaqlar üçün xüsusi şoular təşkil olundu. Qədim Persepolisin xarabalıqları fonunda işıq və musiqinin birləşdiyi tamaşalar nümayiş etdirildi. Səmada fişənglər partlayır, orkestr qədim alətlərdə ifa edir və bütün bunlar sanki keçmişlə bu gün arasında qurulmuş bir körpü təsiri yaradırdı. Amma bu körpü real deyildi. Bu yalnız göstərmək üçün qurulmuş bir səhnə idi. Növbəti gün isə tədbirin ən simvolik hissələrindən biri möhtəşəm parad keçirildi və bu parad zamanı minlərlə əsgər qədim Persiya dövlətlərini canlandıran geyimlərdə səhnəyə çıxır, döyüş arabaları, atlı dəstələr və müxtəlif tarixi elementlər nümayiş etdirilirdi. Və bu nümayişdə təxminən 2000-dən çox əsgər iştirak edirdi. Bu isə artıq sadəcə bir tədbir yox, bütöv bir sivilizasiyanın teatrlaşdırılmış təqdimatı idi. Bütün bu hadisələr təkcə yerində izlənilən bir ziyafət deyildi. O eyni zamanda beynəlxalq peyk bağlantıları vasitəsilə dünyanın müxtəlif ölkələrinə canlı olaraq ötürülür və nəticədə səhranın ortasında qurulan bu süni dəbdəbə milyonlarla insanın izlədiyi qlobal bir tamaşaya çevrildi ki, bu da onun həmin dövr üçün ən geniş miqyaslı media hadisəsindən birinə çevrildi. Hətta bu tədbir o qədər diqqət çəkmişdi ki, ABŞ-da belə bir kiçik qalmaqala səbəb olmuşdu. Çünki vitse-prezidentin həyat yoldaşı ziyafətdə həddindən artıq bahalı geyimdə göründüyünə görə ictimai tənqidə məruz qalmışdı. Və tədbirin ən yadda qalan və bir qədər də absurd detallarından biri isə Efiopiya imperatoru Haile Selassie'nin tədbirə öz iti ilə gəlməsi idi. Və deyilənlərə görə həmin itin boynundakı brilyantlarla bəzədilmiş xalta bəzi qonaqların üzərində olan zinət əşyalarından belə daha bahalı idi. Dünya mediası bu tədbiri heyranlıqla izləyirdi. Qəzetlər bunu əsrin ziyafəti, ən bahalı piknik və ən böyük diplomatik toplantı kimi başlıqlarla təqdim edirdi. Bəzi mənbələr isə bu tədbiri hətta müasir tarixdə keçirilmiş ən bahalı banket kimi qiymətləndirərək Guinness rekordları ilə müqayisə edirdi və zahirdə hər şey şahın planlaşdırdığı kimi gedirdi. Amma eyni anda bu görüntünün digər tərəfində tamamilə fərqli bir reallıq var idi. Və bu reallıq məhz bu hekayənin ən vacib hissəsini təşkil edirdi. Çünki bu tədbirdə demək olar ki, İranlıların özü yox idi. Və bu sadəcə təsadüf deyildi. Bu planlı şəkildə qurulmuş bir izolyasiya idi. Çünki şah qonaqlara real İranı yox, yalnız ideal görüntünü göstərmək istəyirdi. Bu tədbirlər yalnız səhranın ortasında qurulan o səhnə şəhərlə məhdudlaşmırdı. Proqramın son mərhələsi paytaxt Tehranda davam etdirildi. Burada isə xüsusi olaraq bu yubiley münasibətilə inşa edilmiş nəhəng bir abidənin, o dövrdə Şahyat adlanan, bugün isə Azadlıq qülləsi kimi tanınan tikilinin açılışı həyata keçirildi. Və bu qüllə sadəcə memarlıq layihəsi yox, bütöv bir ideyanın simvolu idi. Çünki şah bu abidə vasitəsilə qədim Persiya imperiyasının şöhrətini müasir İran dövləti ilə birləşdirmək və öz hakimiyyətini bu tarixi davamlılığın bir hissəsi kimi təqdim etmək istəyirdi. Lakin bütün bu tədbirlər, bütün bu hazırlıqlar və bütün bu dəbdəbə bir şeyi gizlədə bilmədi: reallığı. Çünki İran cəmiyyətində artıq yığılan narazılıq bu ziyafətlə birlikdə açıq şəkildə üzə çıxmağa başladı və insanlar bu hadisəni sadəcə israf kimi yox, açıq-aşkar ədalətsizlik kimi qəbul etməyə başladı. Xüsusilə dini çevrələrdə bu tədbir ciddi narazılıq doğurdu. Çünki alkoqolun açıq şəkildə istifadə olunması, qonaqların sərbəst davranışları və ümumi atmosfer bir çox insanlar üçün qəbul edilməz idi. Və bu narazılıqlar artıq sadəcə fərdi fikirlər yox, kollektiv reaksiyaya çevrilməyə başladı. Və bu şok müxtəlif ideyalara malik qrupları belə ilk dəfə olaraq eyni mövqedə birləşdirdi. Bu ziyafətin maliyyə tərəfi isə vəziyyəti daha da ağırlaşdırdı. Çünki rəsmi rəqəmlər təxminən 20-22 milyon dollar kimi təqdim olunsa da, beynəlxalq mənbələr bu məbləğin 100 milyon dollardan çox olduğunu, bugünkü dəyərlə isə 600 milyon dollardan artıq təşkil etdiyi iddia edilirdi. Və həmin məbləğ həmin dövr üçün astronomik idi. Xüsusilə də ölkənin böyük hissəsinin yoxsulluq içində yaşadığını nəzərə alsaq. Üstəlik bu dəbdəbənin fonunda şahın şəxsi sərvətinin milyardlarla dollar ölçüldüyü, təkcə onun hesablarında 1 milyarddan çox vəsaitin olduğu və ümumi ailə sərvətinin müxtəlif mənbələrə görə 5-20 milyard dollar arasında qiymətləndirildiyi haqqında məlumatlar cəmiyyətdə daha böyük narazılıqlar yaratdı. Nəticədə bu tədbir şahın nüfuzunu artırmaq əvəzinə
onu zəiflətdi və bu zəiflətmək artıq geri dönməz bir prosesə çevrildi. Çünki insanlar ilk dəfə olaraq bu qədər açıq şəkildə hakimiyyətlə öz reallıqları arasındakı fərqi gördü və bu fərq artıq gizlədilə bilməyəcək qədər böyümüşdü. 1973-cü ildə şah artıq bu reaksiyanın miqyasını anlayaraq ictimaiyyət qarşısında çıxış edib həm israfçılığa, həm də hökumətdəki korrupsiyaya görə üzr istəməyə məcbur qaldı. Lakin bu addım artıq gec idi və cəmiyyətin ona olan etimadı geri qayıtmayacaq şəkildə sarsılmışdı. Bir neçə il sonra bu narazılıq artıq açıq üsyana çevrildi və 1979-cu ildə baş verən İran inqilabı ilə şahın hakimiyyəti sona çatdı. O ölkəni tərk etməyə məcbur oldu və həyatının son illərini sürgündə keçirdi. Bu isə bir vaxtlar özünün imperiyanın varisi kimi görən insan üçün ən böyük paradokslardan birinə çevrilmişdi. Persepolisdə qurulan o məşhur qızıl şəhər isə tədbirdən sonra dağıdıldı və ondan geriyə yalnız metal konstruksiyalar qaldı. Amma bu hekayənin ən maraqlı və eyni zamanda ən ironik hissəsi burada başlayır. Çünki şahın verdiyi qərarlardan biri gözlənilməz şəkildə tarixdə başqa bir iz buraxdı. O dövrdə İran ordusu üçün yeni tip yolsuzluq avtomobili hazırlanması ideyası ortaya atılmışdı və bu layihənin arxasında məhz şahın özü dayanırdı. Lakin o bu layihənin nəticəsini görmək şansı əldə etmədi və illər sonra bu ideya Mercedes Gelandewagen kimi dünyaya təqdim olundu. Bugün isə bu avtomobil sadəcə texniki vasitə yox, status simvoluna çevrilmiş vəziyyətdədir. Və beləliklə bir vaxtlar səhranın ortasında qurulan o möhtəşəm şəhər, milyonlarla dollar xərclənən o ziyafət və dünyanın diqqətini öz üzərinə çəkən o gecə tarixə bir güc nümayişi kimi yox, əksinə bir sonun başlanğıcı kimi düşdü. Şah o gecə tarix yazdığını düşünürdü, amma əslində o öz sonunu yazırdı. Və bugün Tehranın girişində hələ də dayanan o qüllə sadəcə bir abidə deyil, bir insanın reallıqdan nə qədər uzaqlaşa biləcəyinin səssiz sübutudur. Çünki bəzən insan hər bir şeyi itirir, amma onun verdiyi qərarlar tarixdə ondan daha uzun yaşayır.